Tel-Avivdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri bu səhərdən yenidən bərpa olunub. Əraziyə xüsusi texnika cəlb edilib. Hazırda Alazani prospekti daş və qaya qırıntılarından tam təmizlənib. Dünən həmin ərazidə hərəkət etmək mümkün değildi. Sahil bərkitmə işləri nəticəsində daşan çay öz məcrasına qaytarılıb. Suyun səviyyəsi əhəmiyyətli dərəcədə enib və hazırki mərhələdə çayın yenidən məcrasından çıxması təhlükəsi yoxdur. Daşqın Tel-Avivin bir hissəsinə ciddi ziyan vurub. Yol infrastrukturu dağılıb. Dövlət və özəl obyektlərə zərər dəyib. Tel-Aviv məriyasının yaradılmış xüsusi komissiya dəymiş ziyanın hesablanmasına aparır. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə prioritet istiqamətləri operativ qərargah müəyyənləşdirir. Onun işində müxtəlif nəzirliklərin və dövlət qurumlarının rəhbərləri, eləcə də regionun yerli rəhbərləri iştirak edir. Hadisə yerindən texnika vasitələri və canlı qüvvə səfərbər olunub. Bərpa işləri davam etdirilir. Milli Ətraf Mühit Agentliyi Tel-Avivdə yağan intensiv yağışın nəticələrinə dair ilkin qiymətləndirməni açıqlayıb. Agentliyin məlumatına görə iyulun 12-sində səhər təzədən yağan güclü yağış nəticəsində Tel-Aviv dərəsi çayın məcrasından çıxıb və sel axını şəhərin bir neçə küçəsini su altına qoyub. Bildirib ki, Tel-Aviv Meteoroloji Stansiyasının yağıntının miqdarı 57,3 mm təşkil edib ki, bu da aylıq normanın 85%-nə bərabərdir. İqalto stansiyasında isə 40,1 mm yağıntı qeydə alınıb. Tel-Avivdə yaranmış vəziyyəti qiymətləndirmək üçün dünən səhərdən etibarən Milli Ətraf Mühit Agentliyinin geoloq və hidroloqlarından ibarət qrup hadisə yerində araşdırılma aparılır. İlkin qiymətləndirməyə əsasən Tel-Aviv Bələdiyyəsi ərazisində yağan intensiv atmosfer yağıntıları Tel-Aviv dairə. Çayın orta axarını yerləşən 3 sel tutan qurğu Xırxeolici sel tutan qurğuları axının bir hissəsini saxlaya bilib. Bununla belə sel axının böyük həcmi və gücü səbəbindən axın hər üç qurğunu sol tərəfdən keçərək köhnə torpaq yolu müvəqqəti məcra kimi istifadə edib. Sahil bərkitmə qurğularına ziyan vurub və yolun ayrı-ayrı hissələrindən örtdüyü deformasiyana səbəb olub. Şəhər ərazisində isə çay məcrası sel axınının tam örtülməsini təmin edə bilmədiyindən sel ətraf ərazilərə yayılıb. Sel kütləsinin əsas hissəsi Tel-Avivin aşağı hissəsindən bir sıra infrastruktur obyektlərinin yaxınlığında toplanıb. Agentlikdən bildirib ki, mütəxəssislər hadisə yerində qalaraq fəlakət zonasının ətraflı tədqiqini davam etdirirlər. Bugün Kaxeti regionunda yenidən qısa müddətli yağış gözlənilir. Bölgə zəif yağıntılar həftənin sonuna dək davam edəcək. Qərbi Gürcüstanın bəzi rayonlarından da yağış yağacağı proqnozlaşdırılır. Havanın maksimal temperaturu 27-32 dərəcə olacaq. Şərqi Gürcüstanın bəzi bölgələrindən də yağış gözlənilir. Maksimal temperatur 29 ilə 34 dərəcə təşkil edəcək. Paytaxt Tbilisidə havanın temperaturu 34 dərəcəyə dək yüksələcək. Ölkənin ərazisində analoji hava şəraitinin həftəsinin sonuna dək davam edəcəyini gözlənilir. Bugün Gürcüstan Pravoslav Kilsəsi Svetskholova dini bayramını qeyd edir. Bayram münasibəti ilə bütün Gürcüstanın katolikos patriarxının yerini icra edən Mitropolit Şio 3-cü Svetsxoveli katedral məbədindən təntənəli liturgiya keçirir. Svetskholova bayramı ildə 2 dəfə 14 oktyabr və 13 iyul tarixlərində qeyd olunur. Oktyabrın 14-də kilsə İsa Məsihin müqəddəs əbasının, iyulun 13-də isə Məsihin bütün həvarilarını yad edir. Uşaq bağçalarına qeydiyyatın ikinci mərhələsi artıq başlayıb və iyulun 19-u gecə saat 00-dək davam edəcək. Qeydiyyatdan Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyinin rəsmi internet səhifəsində keçmək mümkündür. Bugün Tbilisi Bələdiyyəsinin ərazisində qeydiyyatdan olan uşaqların qeydiyyatı aparılır. Üçüncü mərhələ isə iyulun 20-sində saat 10-da başlayacaq və ümumi qeydiyyat nəzərdə tutur. Bu mərhələdə qeydiyyat yerindən asılı olmayaraq yaşı 2-dən 6-ya dək olan bütün uşaqları Tbilisinin dövlət uşaq bağçalarına qeydiyyatdan keçə biləcəklər. Qaradənizdə suyun keyfiyyətli norma çərçivəsindədir. Milli Ətraf Mühiti Agentliyi hər ay dənizin 12 müxtəlif nöqtəsində monitorinq aparır. Götürülən su nümunələrinin yüksək dəqiqlikli avadanlıqlarla təchiz olunmuş laboratoriyaya göndərilir. Aparılan tədqiqatlar hidroloji və kimya göstəriciləri, o cümlədən 13 növ ağır metalli neft mənşəli ümumi karbohidrogenləri, 16 növ poliaromatik karbohidrogeni, həmçinin digər fiziki kimyəvi göstəricilərin konsentrasiyasını müəyyənləşdirir.